Böyle versəm mən hamısı pis söz yazacaq. Biraz yumşaq şəkildə deyə bilərsiniz. Tezdən soruşum. Türklə ailə qurarsınız. Yox. Niyə? Çünki onların dünya görüşü tamamilə başqadır. Azərbaycanlılardan fərqlənir. Türklə və ya başqa bir xarici vətəndaşla ailə qurardınız. Bəli, niyə də yox? Çünki millətə belə baxmıram da, yəni fərqi yoxdur mənim üçün. Sizcə dünya görüşləri fərqlənmirmi? Bəli. Bizim ətrafımız, yəni harda yaşadığımız çox bizim dünya görüşümüzə təsir edir. Türk oğlanı ərə gedərsiniz. Yəni ilk fərqi yoxdur. Yəni hər millətin, hər irqin, yəni özünə görə yaxşı insanları var. Yəni, əgər yaxşıdırsa niyə də yox? Ola da bilər. Xarici xanımla ailə həyatı qurardınız. Xarici bir xanımla, məsələn, türk bir xanımla ailə qurardınız. Hə, niyə olmasın? Əsas münasibət. Hər an öz fikri var da xanım. Müasir zamanədir ki, məsələn, pis baxa bilmərsən.